6 yanvar 2026 Astrobürc TV günlük bürcləri təqdim edir. Qoç, bir çox işlər gözlədiyinizdən daha asan alınacaq. Ulduzların dəstəyindən istifadə edərək çoxdan qarşınıza qoyduğunuz məqsədlərə çata və ya sizi uzun müddət çıxılmaz vəziyyətdə qoyan məsələləri həll edə bilərsiniz. Yeni tanışlardan dəstək almaq da mümkündür. Xoş təsadüf nəticəsində onlar kifayət qədər nüfuzlu insanlar ola və cəsarətli planlarınızı həyata keçirməyinizə kömək edə bilərlər. Əməkdaşlıqla bağlı təkliflər istisna deyil. İş axtaran qoçları əvvəlkindən daha yüksək vəzifəyə dəvət edə bilərlər. Karyera yüksəlişi imkanları isə rəhbər mövqeyinə çoxdan hazır olan, amma indiyədək fürsət tapmayanlar üçün də açılacaq. Buğa. Bugün adət etdiyiniz, yaxşı tanıdığınız üsullar gözlənildiyi qədər effektiv olmayacaq. Ona görə də yeni yanaşmalar tapmağa hazır olun. Amma bunun öhdəsindən çox yaxşı gələcəksiniz. Çaşqın inığa düşməyəcək, vəziyyəti düzgün qiymətləndirəcək, üstün və zəif cəhətləri tez bir zamanda ölçüb biçəcəksiniz. Bir çox buğaların yanında məsləhət ala biləcəyi etibarlı insanlar da olacaq. Yaradıcı buğalar üçün gün kifayət qədər uğurlu keçəcək. İlham gələcək, yaxşı ideyalar yaranacaq. Üstəlik, özünüzü ən yaxşı tərəfdən göstərmə imkanı əldə edəcəksiniz və bu da yeni müttəfiqlər, köməkçilər tapmağınıza şərait yaradacaq. Əkizlər. Gün kifayət qədər gərgin olacaq, xüsusilə də ard-arda vacib tapşırıqlar həll edən və çox işləyənlər üçün. Cuma axşamı hər şeyin öhdəsindən birdən-birə gəlmək çətin olacaq və kömək edən də az tapılacaq. Amma buna görə narahat olmağa dəyməz. Siz tək başına da bacaracaqsınız və düzgün prioritetlər müəyyən etsəniz, bəzi işləri rahatlıqla sonraya saxlamağın mümkün olduğunu anlayacaqsınız. Maliyyə sahəsində müsbət meyillər üstünlük təşkil edəcək. Pul daxil olmaları, uğurlu alışlar və sərfəli sövdələşmələr mümkündür. Pul məsələlərində intuisiyanıza güvənə bilərsiniz. O, hətta mürəkkəb vəziyyətlərdə belə sizi yarı yolda qoymayacaq. Xərçəng. Yarımçıq qalan işlərə qayıtmalı, çoxdan həll edilməli olan məsələlərə diqqət yetirməli olacaqsınız. Bu xüsusi sevinç gətirməsə də, hər şeyi yoluna qoyduqdan sonra böyük bir yüngüllük hiss edəcəksiniz və sizi həqiqətən ruhlandıran işə köklənə biləcəksiniz. Elə bu zaman planlarınızı həyata keçirməyə hazır olan insanlar da yanınızda olacaq və onların dəstəyi sayəsində tezliklə nəzərə çarpan uğur qazanacaqsınız. Yaxınlarla xırda fikir ayrılıqları, məişət mövzularında mübahisələr və ya köhnə ailə problemləri gündəmə gələ bilər. Gənc xərçənglər üçün soyuqqanlılığı qorumaq çətin olacaq, tənqidə daha həssas yanaşacaqlar. Yaşca böyük olanlar isə vəziyyəti daha tez yumşaltmağın yolunu tapacaqlar. Şir. Gün xüsusilə vacib işlərə girişən şirlərdən ehtiyatlı olmağı tələb edir. Tez və az zəhmətlə nəticə əldə etməyi gözləyənləri məyusluq gözləyə bilər. Amma səy göstərməyə hazır olanlar məqsədlərinə çatacaq və ümumiliklə günün gedişindən razı qalacaqlar. Mübahisələr adi günlərdən daha tez-tez yarana bilər. Əvvəllər bütün ideyalarınızı dəstəkləyən insanlar bugün daha skeptik mövqe tuta və planlarınızı həyata keçirməyə kömək etmək istəməyə bilərlər. Rəhbərlikdən də iradlar səslənə bilər, amma ciddi qarşılıqlara qaçmaq mümkün olacaq. Qız. Son vaxtlar istənilən mövzuda mübahisə etdiyiniz və ortaq dil tapa bilmədiyiniz insanlarla danışmaq üçün uyğun zamandır. Bugün onlar nəinki xoş, həm də faydalı həmsöhbətlər çevriləcəklər. Yeni məlumatlar öyrənəcək, məntiqli məsləhətlər və vaxtında verilmiş ipucları alacaqsınız. Həmçinin gəlir gətirə biləcək birgə layihələr barədə razılığa gəlmək şansı da yaranacaq. Gün kifayət qədər vacib işlər üçün uyğundur. Xüsusilə də vaxtında başa çatdırılması təkcə sizin yox, başqaları üçün də önəmli olan məsələlər üçün. Bəzi şəxsi planlarınızı təxirə salaraq, hamını narahat edən problemlərin həlli ilə məşğul ola bilərsiniz və bu da yeni müttəfiqlər, köməkçilər tapmağınıza şərait yaradacaq. Tərəzilər. Gün xırda xoşa gəlməzliklər və gözlənilmədik çətinliklərsiz keçməyəcək. Amma sakinliyinizi qorusanız və panikaya düşməsəniz, ümumilik də pis olmayacaq. Əvvəlcə elə görünə bilər ki, ətraflılar bilə-bilə sizi çətin vəziyyətə salır. Ancaq vəziyyəti aydınlaşdırdıqda anlayacaqsınız ki, belə deyil. Hətta kimsə kömək etməyə çalışır, sadəcə bunu biraz uğursuz şəkildə edir. İşlə bağlı məsələləri, o cümlədən ciddi və vacib olanları həll etmək olar.
Bunu daha çox öz təcrübəniz və sağlam düşüncəniz əsasında etmək məsləhətdir. Xırda tapşırıqları isə köhnə müttəfiqlərə həvalə edə bilərsiniz. Onlar sizi məyus etməyəcəklər. Əqrəblər. Əsas məsələlərə diqqət yetirin, xırda şeyləri isə ürəyinizə salmayın. Bugün bir çox şey istədiyiniz kimi getməyə bilər. Amma bu sizin planlarınızı dəyişməyə və əsas məqsədlərə çatmağınıza mane olmayacaq. Ən gərgin anlarda belə etibar etdiyiniz insanlar yanınızda olacaq və onların dəstəyi sayəsində tezliklə nəzərə çarpan uğur qazanacaqsınız. Pul məsələləri ilə bağlı bugün xüsusilə uğurlu sayılmır. Tələskən qərarlar verə bilər, maliyyəyə laqeyd yanaşa bilərsiniz, yaşca böyük əqrəblər təcrübə sayəsində boş xərclərdən qaça biləcəklər. Gənc əqrəblər isə ehtiyatsızlıq riski ilə üzləşəcəklər. Oxatan. Bugün asan uğurlar və sürətli qələbələr gözləməyə dəyməz. Daha yaxşısı səbirli olmaq və bəzi maniyələri aşmalı olacağınızı əvvəlcədən qəbul etməkdir. Yalnız oxatanlar üçün, yaşca böyük olanlar isə əsasən öz təcrübə və sağlam düşüncələrini arxalanacaqlar. Narahat olmayın, bu istədiyiniz nəticəyə çatmaq üçün kifayət edəcək. Gözlənilmədən pul ortaya çıxa bilər. Ya yeni mənbədən, ya da çoxdan unudulmuş bir yerdən. Amma tələsmədən xərcləyin. Çünki yaxın zamanda bu vəsait daha vacib bir işə lazım ola bilər. Oğlaqlar. Baş verənləri diqqətlə izləyin. Vəziyyət bugün çox tez dəyişə bilər və heç nəyi gözdən çıxartmamaq vacibdir. Hadisələr necə inkişaf etdiyini vaxtında başa düşsəniz və bundan düzgün istifadə etsəniz, ya cəsarətli bir planı reallaşdıra, ya da çoxdan qoyduğunuz məqsədə bir addımlıq məsafədə ola bilərsiniz. Yalnız oğlaqlar üçün orientasiya bir qədər asan olacaq. İntuisiya isə xüsusilə güclü işləyəcək. Gün qeyri-rəsmi ünsiyyət üçün əlverişlidir. Həmkarlarla çay süfrəsi arasında iş məsələlərini müzakirə edə, dostlarla doyununca söhbət edə bilərsiniz. Hobbi ilə bağlı tədbirlərə qatılan oğlaqlar orada gözlənilmədən potensial iş tərəfdaşları ilə tanış ola bilərlər. Dolça. Günün birinci yarısını mümkün qədər az itki ilə keçirməyə çalışın. Bu xüsusilə böyük nailiyyətlər gözləyənlər üçün asan vaxt deyil. Ümidlər doğrulmaya, bəzi illüziyalarla vidalaşmaq lazım gələ bilər. Bu xoş olmasa da müəyyən azadlıq gətirəcək. Uğursuzluqdan sonra eyni işə fərqli yanaşaraq, vəziyyəti və imkanlarınızı obyektiv qiymətləndirib, bu dəfə uğur qazana biləcəksiniz. Bugün hesablamalarla və diqqət tələb edən işlərlə məşğul olan dolçalar xüsusilə ehtiyatlı olmalıdırlar. Səhv etmək həmişəkindən asan olacaq, diqqətiniz tez-tez dayanacaq. Ona görə də hər şeyi 2 dəfə yoxlamaq məsləhətdir. Balıqlar. Bugün vacib işləri daha çox tək başına görmək, xırda və cansıxıcı məsələləri isə başqalarına tapşırmaq daha yaxşıdır. İş tapşırıqları adətinizdən çox ola bilər və bəzi balıqlar əlavə vaxt işləməli olacaqlar. Maliyyə baxımından bu pis deyil. Gəlirləri biraz artırmaq, bəzilərinə isə hətta maaşın artımının vacibliyini rəhbərliyə sübut etmək nəsib ola bilər. Peşəkar uğurlar şəxsi münasibətlərə o qədər də müsbət təsir etməyə bilər. Yaxınlar diqqətsizlikdən inciyə və ya ortaq planların dəyişməsinə görə narahat ola bilərlər. Belə olsa da, hamını sakitləşdirməyin yolunu tapacaqsınız. Sadəcə əvvəlcə öz əhvalınıza qayğı göstərin və özünüzü sevindirəcək bir şey düşünün.